Çox demişəm bu hədisi, eşitmişsiniz. İmam Baqir əleyhissalam buyurur, hər cümə gecəsi Allahdan bizim qəlbimizə yeni mərifət daxil olur və bu mərifət gələndən sonra elə bilirik ki, dünənəcən heç nə bilmirdik Allahdan. Bunu imam deyir, məsum imam. Hər cümə gecəsi mərifətimiz təzələnir və baxırıq ki, sən demə heç nə bilmirdik. Kimin 2 günü bir-birinə bərabər olsa məlundur, yəni hər gün hərəkətdədir. Həmişə irəliyə doğru getməlidir. Hacı İsmail Dullabi var, rəhmətə gedib. O, mənəvi baxımdan uca zirvələrə çatmış bir adamdır. Onun, mən demişəm sizə, çıxışlarını mən dinləmişəm, görüntüləri də var. Çox şirin, mənəvi söhbətləri var. Yaşlı bir adamdır, molladır, ruhanidir, mədrəsə oxumayıb, belə şey, təhsil almayıb. Amma mənəvi mövzuda söhbətlər danışır ki, insanlar baxır, elə bil ki, özü deyir ki, mən gördüklərimi danışıram. Nəyə ki, görürəm, onu danışıram. Özü deyir ki, mən əvvəl sadə ibadət əhli idim. Məscidə gedirdim, mehrab düzəldirdim deyir. İşim məscidlərə mehrab düzəltmək idi, yəni usta idim. İmam cəmaatı məscidə aparırdım, sürücü idim. Ondan sonra deyir, Əhl-i Beytə təvəssül əhli oldum. Evimdə İmam Hüseyin məclisləri təşkil edirdim, növbəti mərhələdə. Sonra bir imtihan çıxdı qabağıma, o imtihandan çıxandan sonra daxilimdə dəyişiklik yarandı. İmtihan da ki, bu Nəcəfdə oxumağa getmək istəyir, din təhsili almağa. Atası deyir ki, qoymaram gedəsən. Bu da deyir, baş üstə, elmin hərisi olmasına baxmayaraq atasının sözünə itaət eləyir, qalır və ondan sonra deyir, yol açıldı qabağımda. Yol açıldı, 4 böyük ustadla qarşılaşdım deyir. 4 böyük alimlə qarşılaşdım, biri məni digərinə təhvil verirdi elə bil. Yol qabağımda açıldı. Biri bir-birinə təhvil verərək məni irəli aparırdı. Birinci deyir, Ayətullah Seyyid Muhammed Şərif Şirazi. Ondan mərifət əldə edirdim. O dünyasını dəyişdi, apardıq dəfn eləməyə, cənazə namazını Seyyid Muhammed Təqi Bafiqi qıldı. Mən gördüm ki, bunu ilk baxışdan məni cəzb elədi. O məni cəzb elədi, mənim ondan münasibətim yarandı. Evinə getdim, gəldim, gördüm bu əvvəlkindən qabaqdadır. Elə bil ki, əvvəlki mərhələ bitdi, ikinci ustada məni təhvil verdi. O da məni apardı, Şeyx Qulaməli Qumi ilə tanış oldum. O dünyasını dəyişəndən sonra gördüm, bu ondan da qabaqdadır. Axırda deyir, gəldim, tanış oldum Ənsari Həmədani ilə. Deyir, bu kişi bəşər dördü elə bil. Bu göydən yerə deyir, enən bir nur sütunu idi. Adi insan dördü bu. Bu Tohid vadisində idi. Məni deyir, apardı, Tohid vadisinə qərq elədi. Hər dəfə deyir, ustadıma bağlanırdım, canımla, ailəmlə, malımla onun xidmətindəydim. O da məni növbəti mərhələyə çatdırırdı. Allah mənə lütf elədi ki, hər mərhələdə dayanmadım. Getmək istədinsə gedəcəksən, dayanmaq istədin, dayanacaqsan. Əsas o da gedmək istəyəsən qabağa. Getdikcə mərhələlər gəldi, mən növbəti mərhələyə gəldim, çatdım. Hər bir gün bir mərhələdir təkamül yolunda. Biz insanlar çox tələsirik. İstəyirik ki, hər an bilək görəsən, indi necədir mənim vəziyyətim? Universitetdə necədir? Semestr bitir, imtihan veririk. Orada qiymətlər yazırlar bizə. Filan fəndən 5 aldın, filan fəndən 4 aldın. Yəni, müxtəlif bal sistemləri olur. Biz bilirik ki, vəziyyətim belədir, elmin səviyyəsi budur. İmtihanı verəndən sonra da arxain oluruq. Psixoloqlar da deyir ki, tələbələr o gün ki, arxain oldular, öyrəndiyinin yarısı uçur gedir beynindən. Qiymət aldım, rahatlandım, o pis haldı insanda. Rahatlanandan sonra görsən, yaddan çıxır. Hər semestrin başında imtihan verir və keçmişdəki vəziyyətindən xəbərdar. Daha doğrusu bilir ki, indi mənim vəziyyətim necədir. Amma Allahla münasibətdə belədir, istəyirik belə olsun. Şimdi ilahi, məsələn, keçmişdə elədiyim əməllərin neçəsini qəbul eləmirsən, danışmır, dinmir heç nə.
Mənim nə qədər günahlarım olub, onların hansını bağışlamısan? Heç nə demir. Müəmmalı qalır insan. Keçmişdəki günahlarımı bağışlamısan, bilmirsən. Biz istəyirik qiymətimizi bilək, keçmişdəki vəziyyətimizdən, keçmişdə elədiyimizin nəticəsini bilək, bizə bildirmir. Həmişə bizi nigaran saxlayır. Həmişə nigaran saxlayır. Bu nigarançılıq nə üçündür? Ki, qorxu ilə ümid arasında olaq. Görəsən, keçmiş əməllərim qəbuldur, bilmirəm. Görəsən, keçmiş günahlarım bağışlanıb, bilmirəm. Keçmiş Məhərrəm ayından neçə məclis qəbuldur, bilmirəm. Bu Ramazan ayından neçə orucum qəbuldur, bilmirəm. Neçə dənə qıldığım namazdan qəbuldur, bilmirəm. İlahi, mənə denən ki, mən düzəldim. Bilim ki, nəyim səhvdir, nəyim düzdür, yox, Allah qaranlıq saxlayır. İki nigarançılıq arasında saxlayır insanı. Bir nigarançılıq keçmişlə bağlıdır, hamımızda. Görəsən, keçmişdə elədiyim əməllər qəbuldur ya yox. Görəsən, keçmişdə elədiyim günahlar bağışlanıb ya yox. Keçmişlə bağlıdır. Bir nigarançılıq da gələcəklə bağlıdır. Görəsən, axırım nə olacaq? Görəsən, axırım necə olacaq? Onu da bildirmir. Ancaq bugünü bilirəm. Bilmirəm, bugün Allah məndən razıdır. Bunu niyə görə yaradır? Bu qeyri-müəyyənli insanda təvazökarlıq yaradır. İnsan başa düşür ki, heç nə mənim əlimdədir. Bilmirəm necə idi keçmişim və bilmirəm sabah başıma nə iş gələcək. Bu insanın ruhunda bir təvazökarlıq yaradır. İnsan Allah qabağında kiçilir. Yadınızdadır, orucluq ayında mən dedim ki, bütün dava bunun üçündür ki, insan kiçilməsə böyüməyəcək. Və kiçilməsinin də əlaməti, kiçilməsinin də səbəbi budur ki, insan müəmmadadır hər gün. Hər gün müəmmadadır. Nə keçmişin bilir nə oldu, nə gələcəyindən xəbəri var. İçində bir ümid və bir qorxu yaranır. Ümid ki, inşallah bağışlayıb, qorxu ki, bəlkə bağışlamayıb. Ümid inşallah axırım yaxşı olar, qorxu ki, bəlkə axırım pis olacaq. Bu qorxu və ümid olmasa insan təkamül eləyə bilməz. Hədisdə var, bu iki qanad kimidir. Necə quşun iki qanadı olmalıdır, uçsun, müvazinətini qorusun. İnsan ruhunun iki qanadı, biri qorxudur, biri ümiddir. Və bu qorxu, ümid nədən yaranır? Bir keçmişlə bağlıdır, gah qorxursan bağışlamaz, gah ümid edirsən, yox, o rəhəmlidir. Gələcəklə bağlı, qorxursan axırın pis olar, ümid edirsən, yox, Əhl-i Beytin şəfaəti var, Allahın rəhməti var. Hey, bu qorxu və ümid insanın ruhunda təvazökarlıq yaradır, insan irəliyə doğru hərəkət eləyir. İnsan davamlı inkişaf eləyir, dayanacaq yoxdur bu yolda. Filan gün filan əməl eləmişəm, tövbə eləmişəm, İlahi bağışlamısan ya yox, səs çıxmır Allahdan, səs çıxmır. Qeyri-müəyyənlikdə qalmalısan ki, məğrur olmayasan, məğrur olmamalısan ki, təkamül yolunu gedə biləsən, inkişaf eləyəsən. Keçmişdə iki cür əməllərimiz var, ya savabdır, ya günahdır. Hər ikisinin içində qorxu və ümid qoyub. Günaha baxırsan, inşallah bağışlanıb ümid, bəlkə bağışlanmayıb qorxu. Savaba baxırsan, inşallah qəbul olunub ümid, bəlkə qəbul olmayıb qorxu. Keçmişlə bağlı hər bir əməlin içində bunu gizlədir. Hər bir əməlin içində. Qiyamətdə bilinəcək, qiyamətə qədər bildirmir insanlara. Ölənəcən qeyri-müəyyən vəziyyətdə qalırsan. Qeyri-müəyyən vəziyyətdə. Görəsən Allah məndən razıdır ya yox. Görəsən mən bağışlanmışam ya yox. Və bu da insanda təvazökarlıq yaradır. Ona görə insan Allaha bağlanır ki, arxain olmur. Elə ki, desələr, insanda bir xüsusiyyət var. Ayağını uzadacaq rahat. Məni qəbul elədilər. Bunu desələr, arxainlaşır insan. Ona görə demir. Allah bir müəllim deyir ki, qiymət alanacan ona möhtac olaq. Allah deyir, hər an axıracan mənə möhtacsan. Qiyməti verdi, sağ ol, getdim. Müəllimlə işim bura qədər idi. Amma Allahla iş bitmir. Allah qiyməti saxlayıb qiyamətə. Orada bəlli olacaq ki, kim neçə aldı. Orada bildirəcək. İki nigarançılıq arasında bəndənin qalması buna səbəb olur ki, insan yerində dayanmır. Yapışır Allahdan, Allahdan qopmur. Həm keçmişinə nigarandır, həm gələcəyinə. Quranda bir dua var Əshab-ı Kəhfin dilindən.
Əshab-ı Kəhf hamı tanıyır da nədir, kimdir. Əshab-ı Kəhfin dilindən Quranda bu ayədir, mən yerini təəssüf qeyd eləməmişəm. Dua belədir. Rabbena atina min lədunkə rəhmətən. Bu keçmişə aid dua. İlahi, mənə öz rəhmətini nazil elə. Təfsirçilər deyir ki, yəni keçmişimizi bağışla. Nə günahlar eləmişik, bağışla. Keçmişimə narahatam. Amma bundan dua bitmir. Belə bitsə natamam olacaq, kamil olmayacaq. Dua kamilləşir davamı ilə. Və həyyi lənə min əmrina rəşəda. Deyir və gələcəkdə də bizi rüşdə çatdırır. Rüşd həmin dediyim yetkinlikdir. Yəni keçmişdəkiləri bağışla, gələcəkdə də məni təkamülə çatdırır. Hər an narahat olasan, keçmişlə bağlı, bir də gələcəklə bağlı. Kaş biləsən ki, keçmişim necə oldu, gələcəyim necə olacaq, onu bildirmir Allah insana. Bilsə arxain olacaq, arxain oldusa bədbəxtçilik ondan başlanır. Bunu yadda saxlayın. Bir adam ki dedi, mən rahatam da, çatdım, o gündən bədbəxt oldu o insan. Haçandan ki bu qərara gəldi ki, nəyisə var, nəyisə nail olub, bədbəxtçiliyin başlanğıcı o gündəndir. İnsan həmişə özünü heç biləndə inkişaf eləyir. Heç bilə-bilə ümidsizliyə də qapılmır. Allaha sığınır, inkişaf eləyir. Gələcək haqqında nigarandır. Heç kəs amandadır, heç kəs. Hansı adam amandadır ki, mənim axırım yaxşı olacaq? And olsun Allaha Peyğəmbər nigaran idi ki, bunu mən neçə dəfə sizə demişəm, xanımı deyir ki, ağlaya-ağlaya dua eləyir, la təkilni ilə nəfsi tərfətə eynin əbəda, ilahi məni bir göz qırpımı öz başıma qoyma. Deyirdim, ya Rasulallah, belə ağlaya-ağlaya dua eləyirsiniz, sizin də ehtiyacınız var, buyurdu Allah qardaşım Yunus Peyğəmbəri bir an öz başına qoydu, gör nə müsibətlər başına gəldi. Yunusu göndərmişdi bir qövmün içinə, Həzrəti Yunus əleyhissalamı. O da təbliğ eləyirdi. Onlar da qəbul eləmirdilər. Bir gün, 2 gün, 5 il, 10 il, bilmirəm neçə illər. Axırda bəla gəlməyini hiss eləyir, pislənir, qəzəblənir onların əlindən, çıxır şəhərdən. Şəhərdən çıxır, Allah nəzərini çəkir üstündən. Ki, sənə kim dedi ki, tərk elə şəhəri? Sənə kim dedi şəhəri, qoy çıx get. Çıxır şəhərdən gedir, Allah nəzərini çəkir üstündən və nə qədər müsibətlərə düşür. Deyirlər ki, bir böyük balıq onu udur, onun qarnına düşür. Allahın qəribə işləri var. Peyğəmbərini gör necə giriftar eləyir. Bir balığın qarnına düşür, həmin bu zikri Quran bizə öyrədir. Deyirlər, indi çətinliyiz olanda bu zikri deyin. Yunus əleyhissalam qaranlıq bir məkanda dedi, la ilahe illa əntə subhanəkə, inni kuntu minəz zalimin. Dedi, ilahi, səndən başqa Allah yoxdur, sən paksan və mən zalimlardan oldum, mən günahkarlardan oldum və Allah ona nicat verir. Yunus əleyhissalam Allahın rəsuludur, peyğəmbəridir, başına o işlər gəlir. Kim burada oturanlardan arxain ola bilər ki, sabahı necə olacaq? Axırı necə olacaq? Əshab-ı Kəhf belə dua eləyir. Keçmişimizi bağışla və gələcəyimizi yetkinliyə çatdır bizi gələcəkdə. Allah da qəbul eləyir. Zidnahum hudən. Allah deyir, hidayətlərini artırdım. Yəni növbəti mərhələyə keçdilər. Və yazidullah əlləzinə ihtədəv hudən. Allah hidayət olunmuşların hidayətini artırar. Hidayət belə bir yerdir ki, çatdım vəssalam. Hidayət hər gün artmalıdır. Hər gün, hər an insan qabağa getməlidir. Sonsuz bir yoldur bu yol. Bitən bir şey deyil. Bu elə bir mənəvi xəzinədir ki, Allahı tanımaq yolu bitib tükənmir. Mən bir hədis oxudum, təəccüblü hədisdir. Allah qiyamətdə deyir, Quranı yenidən Peyğəmbərinə nazil eləyəcək. Təzdən Quran nazil olacaq, Peyğəmbər yenidən Quranla tanış olacaq qiyamətdə. Bu Quran bir süfrədir ki, 1000 illərdir, nə qədər adam ondan faydalanır, amma ondan heç nə azalmır. Elə bir böyük bir okeandan, stakanla su götürəsən, heç təsiri olar ona, təsiri olmaz. Nə qədər bəhrələnirsən, yenə də çoxalır. Azalmır. Allahın xəzinələri tükənməzdir. Mərifət yolu belədir. Milyardlar il cənnətdə qalacaqsan, sonsuza qədər. Hər gün təkamül edəcəksən. Allah ki, bir nəhayətdir, bu yol da nəhayətsizdir, sonsuz bir yoldur.
Və insan həmişə nigaran haldadır, həmişə nigaran haldadır. Həm keçmişinə nigarandır, həm gələcəyinə. Və bu nigarançılıq onu Allaha bağlayır. Allah qabağında təvazökar eləyir və yolu davam eləməkdə stimul verir insana, insanı istiqamətləndirir. İsmi əzəmi bilirdi, Bələm Baura ismi əzəmi bilirdi. Allah Quranda onunla danışır. O elə bir bəndə idi, bir məqama çatmışdı ki, deyir, əlini duaya qaldıran kimi Allah duasını qəbul eləyərdi. Axırda nə baş verir? Axırda bu baş verir ki, Firon onu özünə tərəf çəkir. Firona tərəf əyilir, Firona tərəf meyllənir, Musaya düşmən olur zamanının peyğəmbərinə. Firon ona deyir ki, Musa üçün bəddua ilə əlini duaya qaldırmaq istəyəndə Allah ismi əzəmi alır və buyurur onu it surətinə saldıq. İt surəti bəlkə onun daxilinə aid olan məsələdir, bilmirəm. Onu it surətinə saldıq. İsmi əzəmdən, ismi əzəm bilirsiniz nədir? Allahın sirridir, məhrəm bəndələrinə verir. O sirdən gəlir, enir, deyir, it surətinə düşdü. Bunların hamısını Allah ibrət üçün danışır ki, biz də bundan ibrət alaq. Heç kəsin zəmanəti yoxdur ki, axırı nə olacaq. Amma eyni zamanda Fironun öz evinin içində bir xanım yetişir. Öz xanımı, öz həyat yoldaşı. 4 dənə cənnət qadını var. Həzrəti Xədicə, Həzrəti Fatimə, Həzrəti Məryəm, bir də Həzrəti Asiya. Fironun xanımıdır. Dünyada ən qaranlıq ev Fironun evidir. Orada nur yox idi. Amma onun içində bir nur yetişir, onun xanımıdır. Zikri dodaqlarını tərpədəndə o yan yana baxırdı ki, görən olar ki, mən Allahı zikr edirəm ya yox. Əri deyir, ənə rabbukumul ə'la. Əri həyat yoldaşı deyir, mən sizin Rəbbinizəm, mənə ibadət eləyin. Bir adam ki, Allahlıq iddiasındadır, onun evində bir xanım yetişir ki, buyurur ki, Zaraballah lillezina məsələn lillezina amenu imraətə Fir'un. Allah Quranda buyurur ki, Allah möminlərə Fir'unun xanımını nümunə göstərir. Allah Quranda tərifləyir. Mən bunu demişəm, Qədr gecəsində bi haqqı kulli mu'minin mədəhtəhu fih. Hər Qədr gecəsində bu duanı eləməsən, duaların qəbuldur. İlahi, səni and verirəm o möminlərə ki, Quranda onları tərifləmirsən. Yəni, hər il Qədr gecəsində bütün möminlər Peyğəmbərdən tutmuş bu günə qədər hamı Allaha Həzrəti Asiyaya and verməlidir ki, duası qəbul olsun. Onun hörmətinə and verməlidir ki, duası qəbul olsun.